Eee, Deməli, sertifikasiya imtahanında Təhsil Nazirliyinin təqdim etdiyi suallara ümumi baxış keçirdikdə sualların MIQ imtahanından heç də geri qalmadığını biz görürük. Hansı ki, təqdim etdiyim mənim sınavlarımda müəllimlər etiraz edirdilər ki, yəni sualların səviyyəsində çətinlik var və sair. Təqdim olunan suallarla müqayisə elədikdə həmin sınavların hətta belə deyərdim ki, nisbətən daha sadə qalır onların yanında. Yəni çətinlik səviyyələri kifayət qədər yüksək və diqqət tələb edən suallardır. Variant oyunlarından dəhşətli dərəcədə istifadə olunubdur. Çox incə, xırda məqamlara toxunulubdur. Məsəl üçün deyə bilərik ki, 1700-cü ilin 18-ci əsrin birinci rübünə düşüb-düşməməsi məsələsi orada salınıbdır. Versal sülhündə sərhədlər məsələsi, hərbi məsələ ilə bağlı orada nümunə təqdim olunmuşdu və sözlər dəyişdirilmişdi. Hərbi hava qüvvələri deməli onun tamamilə ləğv edildi, yoxsa məhdudlaşdırıldımı? Və bu tipli sözlər oynanılmışdı. Ümumi mənim fikrim odur ki, yəni sertifikasiya imtahanı da elə nümunələrdə təqdim olunduğu kimi çətin formada gözlənilir. Hardasa MIQ-in səviyyəsinə yaxın, eyni balansda olan bir imtahan olacaq.